Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, mən Lerik rayonunda gördüklərimi lentə aldım və sizin üçün burada da paylaşmaq özümə borc bildim. Doğrudan da Lerik rayonunda çox çətin relyefi olan Lerik rayonunda İşıq İdarəsinin əməkdaşlarının gördükləri iş əsl həqiqətlə məni heyrətə gətirdi. Çox sağ olsun Lerik rayon İşıq İdarəsinin rəisi Yasin müəllim, Şingədlan yarım stansiyasının idarə heyəti, başda Aqil müəllim olmaqla onun komandası, Allah sizi var eləsin. Doğrudan da bu qarlı havada, bu soğuğunda, bu fövqəladə bir vəziyyətdə siz qar yağış demədən bu forumda öz işlərinizin öhdəsindən gəlirsinizsə, min əhsən, əhsən sizə, doğrudan əhsən ha. Bəzən əgər hansısa insan bu işlərə laqeyd baxırsa, deməli o insan nə bilim ona bir ad vermək olmur. Doğrudan da qardaşlar, Allah sizin aldığınız əmək haqqı doğrudan da halal xoşunuz olsun, halal xoşunuz olsun. Həqiqətən çox əziyyətli peşədir, çox əziyyətli işdir, amma baxıram siz öz peşənizi, siz öz işinizi sevə-sevə, doğrudan da sevə-sevə icra edirsiniz. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Mən də özümə borc bildim ki, sizin bu əziyyətinizi, sizin bu işinizi sosial şəbəkədə, yəni gücüm buna çatır, buralarda paylaşım. Qoy bəzi öz işini bilməyən insanlar sizə baxıb ən azından xəcalət hissi keçirsinlər. Allah sizi qorusun, Allah sizə yar və yardımcı olsun.